Mən sizə bir neçə dövləti təqdim edirəm bayrağını. Başqalarına da baxa bilərsiniz. Bu bayraqlarda bir rəng yoxdur. Yalnız 4 dövlətin, yəni bayrağında bu rəng var. Bu rəng bənövşəyi rəngdir. Bu rəngin bayraqlarda olmamasının səbəbi vaxtilə, yəni qədim dövrlərdə bu rəngin istehsalının həddindən artıq zəhmətə və baha başa gəlməsi idi. Bayraqlar da bilirsiniz ki, kütləvi bir istehsal olunan bir şeydir. Ona görə onların üstündə bu rəng ola bilməzdi. Bu rəng bənövşəyi rəngdir və bu rəngi ancaq və ancaq varlı adamlar öz paltarlarında istifadə edə bilirdilər. Bəs hansı dövlətlərin bayrağında bu rəng var? Bunlardan birisi Dominikdir, ikincisi Salvadordur, üçüncüsü Nikaraguadır və dördüncüsü isə İspaniya imperiyasının tarixi bayrağı idi ki, bu da onun varlı olduğunu göstərirdi. Həmin rəngi Hexaplex Triangulus və yaxud iynə ilbizi adlanan mollyuskdan hazırlayırdılar.